55 yaşa iş var yoldaşlar. Mən sizə 2 dənə vakansiyadan bəhs etmək istəyirəm. Baxın, biri misal üçün demək olar hər kəs üçündür, yəni cins olaraq. Bir dəqiqə. Bəli, 18-55 yaşlı bəy və xanımsınızsa, yəni fərqi yoxdur cinsiniz və orta təhsiliniz varsa, ünsiyyət bazarınız varsa, stressə dözümlüsünüzsə, komanda ilə işləmə bacarığınız varsa və karyera qurmaqda maraqlı bir şəxsinizsə, həftə içi 5 gün olan, təxminən 600 manatlıq maaşı olan, əlavə olaraq da belə deyim, satışların həcminə əsasən artan gəliri olan sığorta məsləhətçi işi var Global FTC şirkətində. Bu bir variant 55 yaşa olan işdir. Digər bir variant iş 55 yaşa 30-55 yaşlı olan şəxslər üçündür. Aşpaz köməkçisi işidir. Nərimanov rayonundadır. Bax, bu işə müraciət edə bilərsiniz. Ümumiyyətlə 55 yaşa olan işlər elə cəmi bu 2 dənədən ibarət deyil abi. Sizdə elə bir təsəvvür formalaşmasın. Xeyr. Mən sadəcə diqqət çəkənlərini, belə deyim, az şərtli olanlarını sizə bildirmək üçün bunları məhz paylaşdım. Yoxsa olanlar, yəni ancaq bunlar da deyil, sizdə bir fikir formalaşmasın. Bu işlərdə müraciət etməklə dəstək istəyirsinizsə və yaxud digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızı səhətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi, siz bu videonu YouTube-da görürsünüzsə, əlaqə vasitəsi videonun adında qeyd olunubdur, YouTube videosunun. Yox, əgər siz bu videonu TikTokda görürsünüzsə, o zaman TikTokda videonun altında Toğrul Əzov sözü var. Həmin o sözə toxunaraq Toğrul Əzovun kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra da diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.